Ben o vaxtı demişdim onu, o vaxt demişdim, müsahibəmdə də demişdim, statusda yazmışdım. olan görüntülər. Bəli, və o vaxtı da özdə bu məsələ tək qıraqdan deyil, qıraqdan dəstək kimi ola bilərdi. Təşkilatçı, məsələn, bunlar orada olsun, filan beşməkan olsun. Amma o daxildən təşkil olunmuşdu. Kim eləmişdi, necə eləmişdi, indi onu istintaq orqanları yəqin özlərinin məlumatı var. Amma maraqlısı odur ki, nə belə qarışıq işlər varsa, hamısının ortasından bunlar çıxır. Qardaş, niyə, nədir? Baxın, indi bəziləri deyir ki, bunlar üstlərinə gedirlər, bunlar tənqid eləmir. Bunlar daş atmadığı yer qalmayıb. Biz Qarabağ mitinqi eləmişdik. 2018 neçə idi, xatırlamıram. Ya 19 idi, Hüseyin xan. Dedilər ki, bu həmin bu Fuad çıxdı, dedi ki, bu mitinq bizim əleyhimizə hazırlanan mitinqdir. Niyə qardaş? Qarabağ, heç bir siyasi şüarı olmayan, heç bir maddi, ancaq Qarabağ azad, Qarabağ azadlıq, Qarabağ istəyirik şüarı necə sizin əleyhinizə təşkil oluna bilən bir aksiya kimi Qarabağ komitəsi yaratmışıq. Mən, Pənah bəy və digərlər də, jurnalistlər, siyasilər çıxla bəyanat verdilər ki, bu komitə bizim əleyhimizə yaratır. Niyə sizə nə? Azərbaycan Xalq Hərəkatı yaratdıq, bir yerdə partiyalar yığışdıq, çıxla bəyanat verdilər ki, bizim əleyhimizə yaranır. Biz jurnalistlər peşman idik bir yazı yazmağa, lupa ilə oxuyurdular. Bizi nəzərdə bizə yozumlar filanlar deyirdim ki, sən nəzərdə tutmamışam, sakitləş, deyirdi, yox, mən fışdırığımı tanıyıram, sən mən nəzərdə tutmusan. Yəni biz də uzun illər, biz mətbuat orqanlarda onların bu terroru... Bu hadisələri məncə analiz eləsinlər, Tural da analiz eləsinlər, onları da, hamı bilirsiniz, 21-ci əsrdə artıq heç nə, mən onların tutaq ki, orada ifadə verməsi, əgər dediyi düzdürsə işgəncəni, hansı ki, yenə deyirəm, Hüseyin xanım, Azərbaycanda bu həbslə, filanla bağlı ilk yüzlükdə mən varam. Bəli. Mənə tok verməyiblər. Mən o gün bir dostumuz var, indi adını çəkməyim, özünün icazəsi olmadan. O da məndən bir 20 il qabaqdan hərəkatdan liderlərini. Deyirəm, siz də tutublar da dəfələrində. Bildim kimdir. Deyirəm, siz də tutublar. Deyirəm, bu tok vermək, başı suya soxmaq, nə bilim, ayağından asmaq. Özü ən pis vaxtlarda, ən pis vaxtlarda. Ən ağır vaxtlarda. Eləyiblərsə, yox. Mən də eləməyiblər. Necə olur ancaq maraqlısı bunların böyüyündən tutmuş kiçiyinə qədər. Kimin tutduğu eləyirlər. Qalan heç birini eləmirlər. Bu nətər olur? Niyə biz eləmirlər? Çox müxalifətçidirlər. Dəhşət müxalifətçidirlər. Və nətər müxalifətçidir ki, birindən bir dənə tutulmuşuq. Biri görürəm cavanın özü öldürür ki, mən nühdöyüm, mən təsadüfən tutmuşsunuz, mənim nə işim var, piketdə, mitingdə, şahidlərim də var. Mən də onda artıq həmin bölmədə dəfələrlə tutulub çıxmışdım deyə artıq məni tanıyırdılar da. Bilirlər ki, biz yalan danışmırıq. Deyir, hara gedir, deyir, piketə gəlmişəm, yaxşı eləmişəm, hüququmdur. İzahatı da elə yazırdıq ki, öz hüququmdan istifadə eləyərək çıxdığım piketə filan. Biri də özünü öldürür. Cavan oğlandı, atır özünü yerlərə ki, mənim burada nə işim var, mən təsadüfən keçirdim, heç kim dedim, görmürsünüz, bu bizdən olsa deyərəm də, bizdən deyil, bunlar da bizdən deyil, buraxın geçsin, bu yetimin nə işi o özünü öldürür. Polis də belə də, deyir, yaxşı üstün başını yoxlayın, buraxın geçsin. Üstünü yoxlayanda qarının altından bir dənə vatman kağızı çıxdı, üstünə azadlıq. Alçaq bu nədir? Hardanıymış be? Qarnını ki, çıxarda da bilməyib də, o sağırsan, gizlədirsən ki, o aksiya zamanı çıxardasan. Hansı cinaha məxsus imiş? Bunlardan idi də, mən nə deyirəm sizə. Açdı deyə, alçaq deyirəm. Yəni, artistizmdir. Yəni, olar, yəni o yayınmaqda elə də yox da. Yəni, bunu niyə deyirəm? Siz deyirsiniz, daha müxalifətçi. Soruşun görək daha müxalifətçi.